Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Salatu ve selamu ala Resulillahil emin. Ve aleyhi tahirin ve la'netullah ala a'daihim ecma'in. Minel an ila qiyam yevmiddin amma ba'd. Biz zikir ve gafletten danışırdık. Dedik ki zikir insanın ayıq-sayıq olması deməkdir. Heç nəyi unutmur, hər tərəfli olmasıdır. Qəflət isə tam əksidir. İnsan hər şeyi unudur, hətta özünü də unudur, hədəfini də unudur, nə üçün yaşadığını da unudur. Bir növ dünya və içindəkilər bizi o qədər özünə cəzb eləyir, o qədər özünə məşğul eləyir ki, biz unuduruq ki, əsas hədəfimiz nədən ibarətdir. Qəflətin əlamətlərindən danışdıq keçən səfər. Dedik ki, əlamətlərindən biri insanın özünü malik bilməsidir, sahib bilməsidir. Halbuki həqiqətdə biz heç nəyə sahib deyilik və heç nəyə malik deyilik. Bizim sahibliyimiz, malikliyimiz nisbidir. Yəni, bugün bir şeyə sahibəmsə, bugün bir şeyə malikəmsə, sabah ona malik olmuram. Əlimdən çıxır və əldən verirəm. Hətta özümü, vücudumu, cavanlığımı, ömrümü, varımı, dövlətimi, hər şeyimi sabah ölüm ayağında hər şeyi itirəcəyik. وَمَنْ نُعَمِّرْهُ نُنَكِّسْهُ فِي الْخَلْقِ أَفَلَا تَعْقِلُونَ Ki biz kimə ömür veririksə, çox ömrünü uzadırıqsa, onu dəyişdiririk. Yəni, o artıq o gücdə olmur, o enerjidə olmur, artıq çökür. Niyə anlamırsınız? Yəni, hətta öz ömrümüzə də biz malik deyilik, heç nəyə malik deyilik. Din gəlib ki, bu həqiqəti insana çatdırsın ki, yəni bu nisbi varlılıq, bu nisbi sahiblik səni aldatmasın, səni qürrələndirməsin, lovğalandırmasın səni. Bunlar hamısı müvəqqəti verilib, əmanətdir bunlar səndə. Allah verir ki, baxım görüm necə rəftar edirsiniz, baxım görüm şükür edirsiniz, yoxsa yox. Quranda hamısı ayələrdir bunlar. Bunun üçün verib. Xəsis nə üçün xəsislik eləyir? Çünki keçən səfərdə qeyd etdik. Xəsis ona görə xəsislik eləyir ki, mənimdir. Mən niyə verməliyəm başqasına bunu? Amma səxavətli nə üçün səxavət göstərir? Çünki Allah mənə verib ki, mən də başqasına verim. Bu mənim deyil ki, əlimdəki əmanətdir. Baxışı görürsünüz necə insan həyatına təsir eləyir. Amma xəsis adam deyir ki, yox, mənimdir axı bu. Mən qazanmışam, mən zəhmətini çəkmişəm. Bu mənimdir. Qaruna dedilər, malının zəkatını ver, deyir, yox. Bu mənim bacarığımdır, mən qazanmışam. O boyda xəzinə sahibi heç nəyə vermədi fəqirə. Heç bir fəqirə kömək etmədi. Allah bəndələrinə kömək etmədi. Allah da onu var dövləti ilə birgə yerə batırdı. Ona görə xəsislik eləyirik. Ona görə istəyirik ki, gizlədək. Məsələn, pulumuzu gizlədirik, sahib olduqlarımızı gizlədirik. İmam Həsən Əskəri əleyhissalamın dövründə bir nəfər getmişdi imamın yanına ki, öz malının zəkatını, xumsunu aparmışdı. İmamla görüşəndə 200 dinarı gizlətdi. Elə bilir ki, imam görmür, imam bilməz, imamdan gizlətmək olar filan. Elə bilirdi, elə başa düşürdü. 200 dinarı gizlətdi. Söhbət əsnasında imam dedi ki, o 200 dinarı nə üçün gizlətmisən? Dedi, mənim çox müşküllərim var, çox problemlərim var. İstədim ki, onu gizlədim və onunla problemlərimi həll edim. İmam buyurdu, mən ona görə demədim ki, sən xəcalət hissi çəkəsən. Yox. Ona görə dedim ki, sən heyfsən. Sən heyfsən.
sən niyə belə başa düşmüsən ki, sənin qiymətin 200 dinardır? Sən özünü ona niyə satmısan? Yox, sənin dəyərin çox yüksəkdir. Sən heyifsən. Sonra öz qulamına əmr etdi ki, o xəzinəmizdə nə qədər var gətir. Götürdü, çox böyük bir məbləğ verdi ona. Deyir, o 200 dinar da qalsın səndə və çox böyük bir məbləğ də verdi ona. Dedi, sən heyifsən, özünü bu şeylərə satma. Və görürsünüz, burada ən ibrətli hadisələrdən biri budur ki, yəni elə bilirik ki, imam bizi görmür. Qəflətin bir xüsusiyyəti də budur. İmam bizi görmür, yox. Allah bizi görür, onun Rəsulu bizi görür, əməllərimizi görür. Quran buyurur ki, möminlər əməllərimizi görür, yəni imamlar əməllərimizi görür. Allah bu ixtiyarı verib onlara. Onlar agahdılar. Bizim əməl dəftərimiz, hədisdə var ki, imama təqdim olunur. Bugün nə etmişik, bu həftə ərzində nə etmişik, namazı necə qılmışıq, ailəmizlə necə rəftar etmişik, dostlarımızla necə rəftar etmişik, insanlarla necə rəftar etmişik, hamısı onlar yazılı şəkildə imama təqdim olunur. Quranda bir ayə var, buyurur ki, Ələm ya'ləm bi ənəllaha yara. O bilmir ki, Allah görür. Bunlar hamısı Allahın gözünün qarşısındadır. Sən niyə gizlədirsən? Elə bilirsən ki, heç kəs səni görmür. Bəni Müstərik savaşında əsir düşmüşdü qəbilənin böyüyünün qızı. Qəbilə böyüyü 10 dəvə ayırdı ki, bəs gedək 10 dəvə verək Peyğəmbərə, öz əsirlərimizi alaq. Yolda ikisini gizlətdi. 8-ni gətirdi. Peyğəmbər buyurdu ki, o ikisini niyə gizlətmisən? Bu qaldı çaşbaş ki, axı, sən necə bilirsən bunu? Dedi, bəli, Allah mənə xəbər verir. Qoy birini də deyim. İmam Sadiq əleyhissalamın dövründə bir xanım, mömin bir xanım idi. Öz ərinə deyir ki, mən imam üçün darıxmışam. İmam Sadiq üçün. Gedək Mədinəyə, imamı görək, ziyarət eləyək. Bəsrədən, ya Küfədən, ya indi Xurasandan bu tərəflərin adamları idi. Yola düşürlər, o çətinlik dövrüdür, bilirsiniz, o vaxtı, indiki dövr kimi deyil. Vəsiyyət edib çıxırdılar ki, bilmirdilər, geri qayıdacaqlar, qayıtmazlar. Bunun qulduru var, yolda itməyi var, tufanı var, vəhşi heyvanlar var və s. Vəsiyyət edib çıxırlar. Mədinəyə çatanda, Mədinəyə çatmamış, az qalmış, bu xanım xəstələnir və düşür ölüm ayağına. Əri başlayır ağlamağa, deyir, ağlama. Tez get özünü imama çatdır və de ki, yoldaşım gəlmişdi sənin ziyarətinə, Mədinəyə az qalmış, xəstələnir, ölüm ayağındadır. Amma istəyir səni görsün. Bu qaça-qaça gəlir Mədinədə, imamı tapır, ziyarət eləyir, başlayır ağlamağa. Ne üçün ağlayırsan? Hal qəziyə belə. İmam buyurdu ki, get, xanımını da götür, gəl bura. O səni gözləyir. Bir qalxı imam o ölüm ayağındaydı, bəlkə də indi ölüb. Deyir, sən narahat olma, get. Gəlir, görür ki, xanımız sağ salamatdır. Onun yolunu gözləyir. Necə oldu? Axı, sən ölürdün, vəsiyyət elədin falan. Buyurdu ki, mənlə ölüm ayağımdaydım. Əzraili də görürdüm. Amma birdən-birə İmam Cəfər Sadiq əleyhissalam gəldi, özünü çatdırdı və Əzrailə buyurdu ki, ona möhlət ver. Əzrail də onun cavabında belə buyurdu. Nəam, əyyuhəl imam. Baş üstə, bəli, ey imam. Görürsünüz, o imamdır. O təkcə insanların imamı deyil, o mələklərin də imamıdır. O bütün aləmin imamıdır. O Allahın xəlifəsidir. Biz bu şeylərdən cahilik də, bu şeylərdən çox qafilik. Elə bilirik ki, yox, bizi heç kəs görmür. Biz hər şey eləyə bilərik. Hər şey itir, batır və heç kəsin xəbəri olmur. Xeyr. Bu danışdığım əhvalatı Əllamə Şeyx Kuleyni Kafi kitabında nəql eləmişdi. Ondan sonra gəlir, xanımını da götürür, gəlir imamı ziyarət eləyir. İnsan
İmam üçün darıxanda belə olur. İnsan imam üçün darıxır. Gedib onu ziyarət eləmək istəyir. Hətta çox vaxt deyir, imam da darıxır insan. Hədisdə var ki, İmam Hüseyin əleyhissalam haqqında deyirlər ki, deyir, nə üçün getmirsiniz İmam Hüseynin ziyarətinə? O sizin üçün çox darıxır. Sadəcə bizim qəlbimizə çox təsir etmək istəmir ki, biz çətinliyimiz olar, birdən gələ bilmərik filan, çox darıxarıq. Ona görə qəlbimizə salınırlar. Amma imam çox darıxır bizim üçün. Gec ziyarətinə gedəndə darıxır bizim üçün. Əbu Haşim Cəfəri var idi. Yenə İmam Həsən Əskəri əleyhissalamdan deyim. Əbu Haşim Cəfəri var idi. Zindanda idi. İmamın vəkili idi. İmam Həsən Əskəri əleyhissalamın vəkili idi. Zindanda idi. Bəni Abbas yəni, o cür pis rəftar eləyirdi imamın tərəfdarları ilə. Zindana salmışdı. Neçə vaxt idi orada, əziyyətdə idi. O axır dözmür, imama məktub yazır. Bilirsiniz, bəzən olurdu ki, zindanbanlar, məmurlar imamın adamları olurdu. İmamın məmurları olurdu. İmamla əlaqələri var idi onların. Ona görə o Əbu Haşim Cəfəri gördü ki, bu zindanban imamı tanıyandı. Soruşur, görür ki, hə, bu imamın adamlarından. Ona görə bir məktub yazır, verir ona ki, get bunu çatdır imama. Məktubda imama yazmışdı ki, deyir, bu qandallar məni çox sıxır, bu zəncirlər mənə çox əziyyət verir, məni yorub. Çox sıxılıram burada. İstəmirəm daha burada qalım. Amma əslində isə ailəsindən nigaran idi. Onların ruzisindən, onların ərzaqından nigaran idi. Amma xəcalətindən demədi ki, yazmadı ki, mənim ailəm acdır. Mən istəyirəm, çıxım, onlara baxım. Bu məktubu yazdı imama. İmam məktub göndərdi ki, sabah zöhr namazını evində qılacaqsan. İndi bu çıxıb zindandan evinə gedir. Yolda imamın adamı gəlir bunun yanına. Yaxınlaşır, bir kisə pul verir imamdan ona. Deyir, bunu imam göndərdi sənin üçün. Sonra da imamın məktubunu verir ona. İmam Həsən Əskəri əleyhissalam belə yazıb. İn kana laka hacetun fala testahyi. Əgər bir ehtiyacın olsa, utanma. Bizdən utanma. Özgələşmə. Yadlar kimi davranma. Doğmalaş bizimlə. Doğma kimi istə. İmam bizə bu qədər yaxındır, bizə bu qədər doğmadır. Bizi görür. Bizim çətinliyimiz onu narahat eləyir. Quran-ı Kərim buyurur Peyğəmbər haqqında ki, sizin əziyyətə düşməyiniz Peyğəmbərə çox ağır gəlir. Çünki sizi çox sevir. Harisun aleykum. Hərisdir sizə. Çox sevir sizi. İmam bu cür çox istəyir bizi. Amma biz qəflətdəyik. Görürsən, imamdan gizlədirik. Gəlmişdi, pulu gizlətdi imamdan. Halbuki imam bu şeyləri bilməsə imam deyil. İmam Zaman əleyhissalamın imamət dövründə hələ o tam qeybə çəkilməmişdi, böyük qeybətə çəkilməmişdi. İmam kimdir? İmam Həsən Əskəri əleyhissalamdan sonra imam kimdir? Biraz ixtilaf yarandı şiələr arasında. Adətən şiələr məsələn imamı ziyarət eləyəndə öz vacibi xumslarını, zəkatlarını imama təqdim eləyəndə imam deyirdi ki, bəs bu mal kimindir? Çünki yəni, məsələn bir adam gəlirdisə ziyarətə, məntəqədə, şəhərdə, kətdə nə qədər dostlar var idisə, onlar da öz pullarını verirdilər, öz imama təqdim edəcəklərini ona verirdilər. İmam da deyirdi, bu kimindir, bu kimindir, hamısını deyirdi. Bu imamət elminin bir əlaməti idi. Onlar imamı bu cür tanıyırdılar. İndi gəlib Samira şəhərinə gördülər ki, İmam Həsən Əskəri əleyhissalam vəfat eləyib. Kimdir imam bəs? Dedilər, Cəfər, onun qardaşı var Cəfər. Cəfəri kəzzab idi, yalancı Cəfər deyirdilər ona. O imamət iddiası edirdi. Amma imam deyildi. Bəziləri dedi ki, imam odur, gedək. Bu da tanımırdı ki, bəlkə həqiqətən imam odur. Gedirlər onun ziyarətinə, xoş gəlmişsiniz filan.
biraz ağlayır imam üçün, İmam Həsən Əskəri əleyhissalam üçün. Sonra deyir ki, nə gətirmişsiniz? Bəs vücuhat gətirmişik, bu xumsumuzu, zəkatımızı gətirmişik. Deyir, qoyun ora gedin. Deyir, yox, sən bizə de ki, bu kimlərin malıdır və kim nə qədər göndərib? Ki, biz bilək sən imamsan, bununla bilirik imam kimdir. Baxıb, bu işin əhli deyil, bu yalandan iddia eləyir. Ona görə dedi ki, nədir siz mənə deyirsiniz ki, mən qeyb elmini bilim, qeyb elmini Allahdan başqa kimsə bilməz. Dedi, kifayətdir. Sən imam deyilsən, ona təqdim eləmirlər. Axırda oradan çıxanda bir nəfər yaxınlaşır, deyir, gəlin, mən imamı göstərim. Aparırlar İmam Zaman əleyhissalamın yanına. İmam Zaman əleyhissalam bir-bir deyir ki, bu malları kimlər verib və kim nə qədər verib. Hamısını bir-bir deyirdilər. Bu, imamət nişanəsi idi. Bu, bir Allahın o təlimi idi onlara, imamlara. O cür bizim əməllərimizi də o cür görürlər. Bizim işlərimizdən xəbərdardırlar. İmam Zaman əleyhissalamdan nə qədər hədis var, imamlarımızdan nə qədər hədis var ki, biz maraqlanırıq sizin də. Siz adınızla, atanızın adı ilə tanıyırıq biz sizi. Bəzən deyir, sizin bazarlarınıza gəlirik. Biz sizi tanıyırıq, amma siz bizi tanımırsınız. Sən bazarda işləyən o dostlar, qardaşlar, müsəlmanlar müğayət olsunlar. Allah görür. İmam bəzən, bəlkə də sənin əməl müştərin imamdır. Sən insafla davran müştərilərlə. İnsan özünü malik bilsə, gizlədər. Özünü malik bilsə, xəssislik eləyər, verməz. Yox, özünü malik bilməsə, infaq edər. Səxavət göstərər. Əmanət bilər bu var dövləti. Malik olduğu hər bir şey əmanət bilər. Müvəqqəti mənə verilib, baxım görüm, şükr edirik, yoxsa yox. Deyirlər ki, bir dəfə İmam Əli əleyhissalam döyüşlərdə idi, ya hər hansı bir işi vardı, bir 3-4 gün idi, evə gəlmirdi. 3 gündən sonra gəldi evə, gördü ki, evdə xanım Fatimə Zəhra salamullah aleyha acılıqdan titriyir. Heç nə yoxdur evdə. Bunu görür, dözə bilmir. Çıxır bayıra. Siz kişi üçün çox çətin bir şeydir. Görək ki, ailəsi acdır, övladları acdır, ailəsi acdır. Bu kişi üçün çox dözülməz bir çətinlikdir. Görsən, özünü hər yerə vurur. Gedir, ta uzaq səfərlərə də gedir ki, ailəsi üçün bir ruzi qazansın. Allah kişinin içini, fitrətini bu cür yaradır. Ona görə ailəsinin çətində olduğunu gördükdə kişi dözə bilmir. Qapanır özünə, sınır, kişiliyi sınır. Allah heç bir kişiyə göstərməsin bunu. Əmirül Müminin xanımı bu cür görəndə, Fatimə Zəhra salamullah aleyha kimi bir xanım çıxır evdən. Gəlir, deyirlər, ya qılınc idi, ya zirəh idi, hər hansı bir şeyi satır bazarda. Ərzaq alır, evə qaydanda yolda Əbazəri görür. Görür ki, Əbazər aclıqdan rəngi saralıb. Əbazər deyir ki, mənə bir şey ver. Evdə də vəziyyət çətindir, özüm də acam. Biz olsaydıq, neyini yərdik görəsən? Siz onların imtihanı, onların sınağı, imamların sınağı, peyğəmbərlərin sınağı daha çətin olub. İmam Əli əleyhissalam götürür, o ərzaqı verir Əbazərə. İndi evinə qayıtsın, necə qayıtsın? Amma Allaha təvəkkül edir. Çünki özünü malik bilmir. Allahın malı bilir öz əlindəkini. Ona görə verir Allahın bəndəsinə. Kim olursa olsun. Allaha təvəkkül edib qayıdır. Hədis çox genişdir. Orada nələr oldu, nələr baş verdi. Amma Həzrəti Peyğəmbərə o ayə yenidən nazil oldu. Həşr surəsində bu ayə. O yenidən nazil oldu. Digər surədə də var, səhvləmirəmsə, bir neçə ayədə olmayı, bir ayədə də elə, bəli, Həşr surəsində. وَيُؤْثِرُونَ عَلَى أَنْفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ. Bu, Ənsar, Mədinəlilər barəsində nazil olmuşdu ki, başqalarını özlərindən qabağa salarlar, özləri ehtiyaclı ola-ola başqalarını qabağa salarlar. Bəzən ayələr
bir neçə məkanda nazil olurdu, təkrar nazil olurdu. Cəbrail gəlirdi, həmən ayəni yenidən oxuyurdu ki, yəni bu ayə həmən kəsin barəsində də nazil olub. Bu ayə Əmirül Möminin əleyhissalamın o səxavəti, o hərəkəti barəsində nazil oldu yenidən. Onlar özləri ehtiyaclı ola-ola başqalarını qabağa salarlar. Gəlir evə, hədisin davamı belədir, gəlir evə görür ki, nəsə ət bişib elə bil evdə. Bu nə məsələdir? Dedilər, işinə bir nəfər gəldi, böyük bir tabaqda ət gətirdi, dedi ki, bunu Əli göndərdi. Əmirül Möminin vurdu ki, mən göndərməmişəm, onu Allah göndərib. Həzrəti Peyğəmbər ondan sonra gəlir. Peyğəmbər də yeyir ondan. Bütün uşaqlar ondan yeyirlər. İmam Həsən, İmam Hüseyin, xanım Zeynəb və özləri də qidalanırlar. İndi Həzrəti Əli əleyhissalam nə üçün öz malını, ehtiyacı ola-ola öz malını verdi Əbazərə? Çünki imam belədir. İmam bizi çox istəyir. İmam bizim çətinliyimizə dözə bilmir. Və ən əsası, imam özünü malik bilmir. Özünü əsl sahibi bilmir. Əsl sahibi Allah görür. Əsl sahibi Allah bilir. Allahdır bunun sahibi. Bu da Allahın bəndəsi. Mən də məmuram. Allahın malını Allahın bəndəsinə verim. Bu olur zikr. Bu olur əsl oyaqlıq, sayıqlıq. İndi də bizim imamımız var da. İndi də İmam Zaman əleyhissalam yaşayır, sağdır, bizi görür. İnsan bir imamla söhbət eləyə, elə öz dilində söhbət eləyə, bir dərdləşə imamla. Bizim imamımızdır da Allahın vəlisidir, Allahın xəlifəsidir. Bütün aləm onun ixtiyarındadır. Bütün aləm. Yer, göy onun ixtiyarındadır. Allah verib onun ixtiyarına. İnsan bir onunla danışa, öz dilində deyə. Məsələn, ya imam, görürsən də məni, mən buyam. Buyam. Əməllərimdən nə xəbərdarsan, sübh namazından xəbərdarsan, axşam namazından, günorta namazından xəbərdarsan, necə qıldım onu, qılmasaydım ondan yaxşı idi. Gücüm amma buna çatır. Mən buyam. Mənim mehriban imamım, mən buyam. İmamlar bizə necə öyrədiblər dualarda, münacatlarda, necə dua etməyi, Allahla danışmağı öyrədiblər. Sən Şəbaniyə münacatında biz oxuyuruq. Diyor ki, İlahi, ləm yekun li havlun fəəntəqilə bihi an məsiyyətik. İlahi, mənim heç bir gücüm yoxdur ki, günahdan çəkinəm. Gücüm qalmayıb günahdan çəkinəm. İlla fi vaqtin əyqəftəni li məhəbbətik. İlahi, o vaxt mən ayıla bilirəm ki, sən məhəbbətinlə məni oyadırsan. Məhəbbətinlə məni oyadır. Məni sevirsən deyə mənə oyaqlıq verirsən. O vaxt mən oyana bilirəm. Yoxsa mənim nə gücüm var, mən günahdan çəkinim. Və kəmə əraddə ən əkunə kuntu. İlahi, sən necə istəmirsən, mən o cür olmuşam. Elə isə fəşəkərtukə bi-idxali fi kəramik. İlahi, sənə şükr eləyirəm ki, məni öz kərəminə daxil etmisən. Kərəm göstərmisən mənə. وَلِتَطْهِيرِ قَلْبِي مِنْ أَوْسَاخِ الْغَفْلَةِ عَنْكَ. İlahi, sənə şükür olsun ki, qəlbimi qəflət çirkinliyindən təmizləmisən. Qəflət çirkabından təmizləmisən. Bu qəflət, insan Allahla danışığı, Allahla elə öz dilində, elə bildiyin sözlərlə danışmağın, belə dərdi dil etməyin, öz dərdini danışmağın, bu öyle qəflətdən oyanmaqdır. İmam onu deyir. Danış, deyir. Allahla danış. Fəqbəl uzri ya əkrəmə mən i'təzərə iləyhil musiun. Yenə Şəbaniyə münacatındadır. İlahi, mənim üzrümü qəbul elə. Ey günahkarların üzrxahlıq etdiyi ən kərim şəxs. İlahi, la təruddə hacət. İlahi,
istəyimi, ehtiyacımı rədd etmə. Məni məhrum yola salma. Və la taqta minkə rəcai və əməli. Sənə olan ümidimi qırma. İlahi, ləv əraddə havani, ləm təhdini. İlahi, əgər məni alçatmaq istəsəydin, hidayət edəməzdin ki. Məni müsəlman eləmsən, məni namaz qılan etmirsən, məscidə gedirəm, gəlirəm, moizələri dinləyirəm. Nə bilim, əhya gecələrində, Ramazanda oruç tuturam, məscidlərə gedirəm. Sən məni hidayət edirsən. Günah etmirəm, günahdan çəkinmək istəyirəm, tövbə əhliyəm. Və sən alçatmaq istəsəydin, bunları mənə nəsib etməzdin ki. وَلَوْ أَرَدْتَ فَضِيحَةٍ لَمْ تُعَافِنِ. Mənə əgər faş etmə, xar etmək istəsəydin, məni qorumazdın, saxlamazdın məni. Deməli, sən istəyirsən məni. Bu imam belədir, imamla da biz bu cür danışmalıyıq. İmam istəyir, biz sevinək, gözəlləşək. İnsan imamla da bu cür danışmalıdır, imam zamanla da bu cür danışmalıdır. Bax, bu qəfləti götürür. İnsanın bu cür Allahla bir razı niyazın olması qəfləti götürür. Zikr əhli eləyir insanı. Ona görə insan hər zaman qəlbində Allahla danışmalıdır. Hər zaman. Allaha and verək onun izzət və cəlalına, bizi zikr əhlindən qərar versin, bizi qəflət yuxusundan uyatsın. Allahım, sənə and verirəm. İmam Zaman əleyhissalamın haqqına, İmam Zaman ağanın zuhurunu təcil elə. Bizi ağanın əskərlərindən qərar ver. Bizi ağanın o gözəl dualarına daxil elə. Allahım, sənə and verirəm izzət və cəlalına. Bütün müşkillərimizi həll elə. Bütün müsəlmanların müşkillərini həll elə. Allahım, cəmi xəstələrimizə şifaya acil inayət elə. İlahi, bizi bağışlamamış qəbr evinə aparma. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.